Özünü şikəst bir qız kimi göstərən gənc bir qız yol ilə gəlirdi. Bir oğru bu qızın əl çantasını əlindən qapıb qaçdı. Qız hay çığır bağır saldısa, arayına yetəni olmadı. Biraz gəldikdən sonra yemək dəzgahında satıcı oğlana yaxınlaşır. Deyir ki, mən acam. İndi mənim əl çantamı da oğrular əlimdən alıb qaçdı. Mənə yemək verin, sizə onun pulunu sabah çatdıraram. Bəli, dəzgah sahibi də çox əcazil birisi idi və qıza lağ edər şəkildə deyir, hə, işimiz var da, dilənçilər başladı bura yığışmağa. Bura xeyriyyə evi yadı deyil ki, hər ac gəlsin burada yemək yesin. Burada pulsuz yemək verilmir. Pulunu gətir, yeməyini al, ye. Deyir, yox, mən sabahları hökmən sizin pulunuzu çatdıracam. Deyir, yox, olmaz. Satıcı oğlan isə ürəyi yanmış, gənc bir oğlan idi. Deyir, darıxma inan, mən sənə yemək verəcəm. Dəzgah sahibi deyir ki, sən pulsuz heç kəsə yemək vermirsən. Oğlan atasına yığdığı dərman pulundan qıza verir və biraz da ona yemək verir. Qız təşəkkür edib, öz minnətdarlığını bildirib, çıxıb gedir. Bundan sonra dəzgah sahibi çığır bağır salaraq oğlanın başına qışqırır ki, sənə demədim ki, ona yemək verməyinə. Deyir, o acdı axı. Şikəst qızdır, yeməyə ehtiyacı vardı. Mən ona necə yemək verməyim? Deyir, yox, artıq sən burada işləyə bilməzsən və onu işdən qovur. Oğlana deyir ki, yer çıxıb get daysan buradan. Oğlan gəlir xəstə atasının yanına, evə. Deyir, ata, artıq mən işdən çıxmışam, məni işdən qovdular. Deyir, oğul, bəs səni işdən qovdular, bəs biz indi nə edəcəyik? Deyir, darıxma ata, Allah kərimdir. Allah bizə həmişə yardımcı olar. Elə bu zaman ev sahibi də gəlir, deyir ki, sənin atan mənim evimə zərər yetirir. Ona görə sən ev kirayəsinin pulunu ödə, buranı tərk edin. Gənc oğlan ev sahibinə yalvarır ki, bəs bizə möhlət verginə, mən bu qısa müddətdə buranı necə tərk edeyim? Deyir, olmaz, bu saat buranı tərk etməlisiniz. Və bunların şeyşülərini götürüb atır küçəyə. Bunlar kör peşman şəkildə küçədə ikən həmin özünü əngəlli göstərən qız bunlara yaxınlaşır. Oğlan bu qızı görür, deyir ki, bəs sən şikəstliydin axı. Sən indi necə oldu belə vəziyyətdəsən? Deyir, yox, mən şikəst deyildim. Mən səni yoxlamaq üçün o cür özümü göstərdim ki, görüm sən necə bir insansan. Ona görə mən test yapdım. Hə, mən sənin gözəl, iyi qəlbli bir insan olduğunu gördüm. Sən xeyirxah bir insansan. Qəlbin çox təmizdir. İnsanlara ürəyi yanır. Ona görə sənin bu xeyirxah insan olduğuna görə sənə bir ev hədiyyə edirəm və çıxardır. Cibindəki evin açarlarını oğlana verir. Deyir, al bu açarı, gedib atanla həmin evdə rahat şəkildə şad-xürrəm yaşayarsınız. Bunu eşidən oğlan çox sevinir və
Allah'ına dua edir ki, Allah'ım sən özün bizim dadımıza yetdin. İndi Allah Teala da heç vaxtı xeyirxah işlərlə məşğul olan, xeyir işlər görən insanların qarşısına xeyirxah işlər çıxardır. Ona görə gəlin belə insanlara öz minnətdarlığımızı bildirək. Allah onları var etsin ki, belə xeyirxah insanlar, yaxşı insanların əməyini qiymətləndirir, onları dar vəziyyətdə qurtarmağa çalışırlar. Xoş günlər sizə. Sağ olun, var olun.